Dinimizdə ən gözəl bayramlardan biri də Qurban Bayramıdır və bu bayram bizim yaşadığımız coğrafi ərazidə iyun ayının 6-sına və yaxud da 7-sinə təsadüf eləyir. Qurban sözünün mənası bizim dilə tərcümədə yaxınlaşmaq deməkdir. Bu əməlləri yalnız həcc ziyarətində olan insanlara vacibdir yerinə yetirmək. Biz insanlar üçün isə bu əməlləri yerinə yetirmək dinimizdə bəyənilən əməllərdən biridir və qurbanı kəsən insan Allahın adını zikr edərək və şəriət qaydalarına uyğun şəkildə kəsməlidir. Üzü qibləyə və eyni zamanda onu 3 hissəyə ayırmalıdır. Bir hissəsini özü üçün istifadə edə bilər, digər hissəsini fəqir və kasıb ailələrə verə bilər, üçüncü hissəsini isə yalnız hədiyyə edə bilər. Hər bayramın özünün əməlləri olduğu kimi Qurban bayramının da özünün əməlləri mövcuddur və bu bayram namazı 2 rəkətdən ibarətdir. Birinci rəkətdə Həmd İxlas surəsi oxunduqdan sonra 5 qunut tutulur, hər qunutdan sonra təkbir Allah Əkbər deyilir. İkinci rəkətdə isə Həmd İxlas surəsi oxunduqdan sonra 4 qunut tutulur. Hər qunutdan sonra təkbir Allah Əkbər deyilir. Təşəhhüd, salamlar, bununla da artıq Qurban bayramının namazı tamamlanmış olur. Ümumiyyətlə hədislərdə qeyd olunur Ərəfə günü, yəni qurbanlıq günü. Ərəfə günü İmam Hüseyn əleyhissalamın ziyarətində olmaq həcc ziyarətindən üstündür. Allah bu ayda edilən ibadətləri və kəsilən qurbanları qəbul etsin.